Rusiya ilə gərginlik Bakını Amerika Birləşmiş Ştatları ilə yaxınlaşdırdı. Putinin agentidir deyirdilər, Natiq Cəfərli açıqladı. Şoyguya sui-qəsd cəhdinin pərdə arxası. O hücumdan sonra Amerika Birləşmiş Ştatları nüvə silahını işə saldı. Putinlə əlaqə kəsildi, ardınca şok. Bu Azərbaycanlılar Ermənistana gedir. Səfər tarixi bilindi. Rusiya-Azərbaycan arasında münasibətlərdəki gərginlik Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin yaxşılaşmasına səbəb oldu. Bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru John Herbst Azərbaycan-Amerika Birləşmiş Ştatları Beyin Mərkəzlərinin birinci forumunda deyib. Azal təyyarəsinin vurulması və bu faktın inkar edilməsi Rusiyada Azərbaycan iş adamlarına qarşı mənfi münasibət, eləcə də bir sıra digər oxşar amil Azərbaycan Amerika Birləşmiş Ştatları arasında münasibətləri daha da yaxınlaşdıracaq. O bildirib. Herbst qeyd edib ki, Trump yolu Amerika Birləşmiş Ştatlarını Cənubi Qafqaza daha çox diqqət yetirməyə təşviq edir və burada Azərbaycan, Ermənistan və Türkiyə arasındakı münasibətlər böyük əhəmiyyət kəsb edir. Amerika Birləşmiş Ştatlarının Türkiyə ilə əməkdaşlığından da danışan Amerikalı ekspert Türkiyə prezidentinin çətin tərəfdaş olduğunu qeyd edib. Bununla belə o, Vaşinqton və Türkiyənin yaxın şərqdə və Cənubi Qafqazda maraqlarının üst-üstə düşdüyünü vurğulayıb. Amerika Birləşmiş Ştatları Qərb Bidenin dönəmində Rusiyaya qarşı sərt addımlardan çəkinirdi, atmırdı. Bunu iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə məhz Trump administrasiyası Rusiyanın Ukraynaya təcavüzü, işğala başladığı gündən ilk dəfədir ki, Moskvaya qarşı əsl sanksiyalar tətbiq etməyə başlayıb. Artıq ciddi nəticələr var. Son günlərdə Rusiyanın Uras markalı neftinin qiyməti 36 dollara düşüb. Trumpın qorxusundan heç kim almır deyə Rusiya öz neftinə bugün 23,52 dollar endirim elan edib. Çarəsizlikdən bu addım atıb. Daxildə neft emalı zavodlarının 20%-i Ukraynanın zərbələri nəticəsində sıradan çıxarıldığı üçün xam nefti emal edə bilmir. Daha çox satmağa məcburdur, amma alan yox. Arabulucu şirkətlər isə neftdən Rusiya adını silmək üçün daha böyük endirim tələb edirlər. Belə getsə, bu həftə Uras markalı neftin qiyməti 30 dollardan aşağı düşə bilər. Çox güman Trump Urusun adamı, Putinin agentidir deyən bəzi insanları xatırlayırsınız. Yəqin indi publik üzr istəməyə utanarlar. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Shoyguya sui-qəsd planının məqsədi bizə təşviq göstərmək və cəmiyyətdə çaxnaşma yaratmaqdır. Bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kalaşnik deyib. Sergey Shoygu nüfuzlu fiqurdur. Terrorçuların məqsədi bəllidir. Bu cür hərəkətlər onlara xasdır. O bildirib. Deputat həmçinin Qərb ölkələrini də hədəf alıb. Onlar Kiyevi silah-sursat və partlayıcı maddələrlə təmin edir. Bununla da Ukrayna kəşfiyyat orqanlarına terror əməliyyatlarının keçirilməsində köməklik göstərirlər. Qeyd edək ki, noyabrın 14-də FSB yüksək rütbəli bir Rus məmuruna qarşı sui-qəsdin qarşısını aldığını elan etsə də, onun adını açıqlamayıb. İddialara görə Ukrayna kəşfiyyat orqanının hədəfi Təhlükəsizlik Şurasının katibi Sergey Shoygu olub. 11 sentyabr hadisəsi zamanı Vaşinqton və Moskva arasında gizli gərginlik dünyanın nüvə fəlakətinin astanasına sürüklədi. Bunu 2002-2006-cı illərdə Böyük Britaniyada xidmət etmiş hərbi dəniz qüvvələrinin komandanı Admiral Lord Alan West deyib. O qeyd edib ki, o vaxtki prezident George Bush 2001-ci il sentyabrın 11-də nüvə sistemlərini işə salıb. Strateji hava bölmələri, qitələrarası ballistik və yeraltı raketlər eyni vaxtda hazır vəziyyətə gətirildi. Rabitə xətləri kəsildiyinə görə Bush Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlaya bilmədi. Bu hadisə Moskvada çaxnaşmaya səbəb oldu. Onlar Amerika Birləşmiş Ştatlarının hücuma hazırlaşdığını düşünürdü, deyə o bildirib. Məlumata görə Amerika Birləşmiş Ştatlarının o zamanki Milli Təhlükəsizlik müşaviri Condoleezza Rice'ın müdaxiləsi sayəsində Rusiya ilə əlaqə qurulub və nüvə variantı ləğv edilib. Lord Alan West'in fikrincə Rusiya NATO ilə tam miqyaslı müharibədə uduzsa, Putinin nüvə silahına əl atması ehtimalı var.
Növbəti 6 ay ərzində Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələrinin Ermənistana bir sıra səfərlərinin həyata keçirilməsi gözlənilir ki, bu da başlayan ikitərəfli dialoq prosesinin davamı olacaq. Bunu reportaj açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyib. Onun sözlərinə görə Azərbaycan nümayəndə heyətinin oktyabrın 22-sində Ermənistana səfəri daha geniş qarşılıqlı fəaliyyət proqramının bir elementi olub. Bizim səfərimiz anidən olmayıb. Bu, Azərbaycan nümayəndə heyətlərinin Ermənistana və Ermənistan nümayəndə heyətlərinin Azərbaycana gələcək səfərlərini nəzərdə tutan fəaliyyətin bir hissəsidir. Buna görə də ən azı qarşıdakı 6 ay ərzində biz Ermənistana bir neçə dəfə səfər edəcəyik. Ola bilsin ki, söhbət təkcə paytaxtdan deyil, həm də ayrı-ayrı bölgələrdən gedəcək. Fərhad Məmmədov vurğulayıb ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana səfəri ilin sonuna qədər planlaşdırılır və konkret tarixlər artıq müəyyənləşdirilib. Proses yaxın zamanda həyata keçiriləcək. İctimaiyyət səfər, müzakirələrin gedişi və nəticələri haqqında vaxtında məlumatlandırılacaq. Bizim üçün təkcə görüşün özü deyil, həm də real nəticələr vacibdir. Buraya müzakirə olunacaq mövzular və konkret layihələrin həyata keçirilməsi daxildir. O əlavə edib ki, Ermənistan nümayəndə heyəti həm Azərbaycanda işçi qrupu, həm də yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək.